Sumqayıt sakinlərinin nəzərinə belə ki, avtobuslarda gediş haqqı artırılacaq. 23 oktyabr tarixli və gündəm xəbərinin efirində bu xəbəri diqqətinizə çatdırırıq. Belə ki, bizə daxil olan məlumata görə ilin sonunadək Sumqayıt şəhəri 100 CNG, yəni sıxılmış təbii qaz və elektriklə işləyən nəqliyyat vasitələri ilə təmin olunacaq və yanvardan kart sistemi tətbiq olunacaq. Bu sözləri bizim mediaya açıqlaması zamanı Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin rəis müavini Tofiq Saydumov deyib. O bildirib ki, yanvardan Sumqayıt şəhərində gediş haqqı 60 qəpik olacaq. Hazırda Sumqayıtda gediş haqqı 50 qəpikdir. Yeni avtobuslar gəldikdə və kart sistemi qurulduqda isə sərnişinlərin kartından gediş haqqı üçün avtomatik olaraq 60 qəpik çıxacaq. Xatırladaq ki, oktyabrın 1-dən ictimai nəqliyyatda gediş haqqı 50 qəpikdən 60 qəpiyə qaldırılıb və bu artım müasir tələblərə cavab verən yalnız elektrik və CNG yanacaq növlü avtobuslara aid edilib.